Kvadrat tənliyi ax kvadratı üzərinə gəl bx üzərinə gəl c bərabərdir 0 şəklində olan tənliyə deyilir. Burada mütləqdir ki, a sıfırdan fərqli olsun. Yəni a əgər 0 olsa o kvadrat tənliyi olmaz. Yəni kvadrat tənliyi şərti üçün a sıfırdan fərqli olmalıdır. Kvadrat tənlikləri uşaqlar yalnız hansı hallarla həll oluna bilər? Diskriminant vasitəsilə həll oluna bilər. Diskriminant b-nin kvadratı çıxılsın 4ac deməkdir. Kvadrat tənliyinin normal şəkildə tənliyini tapmaq, köklərini tapmaq üçün belə bir düsturdan istifadə edirik. Mənfi b üzərinə gəl kökün altında diskriminant bölünsün 2a-ya. X2'miz isə bərabərdir mənfi b çıxılsın kökün altında diskriminant bölünsün 2a-ya. Yoldaşlar, deməli bir vacib məsələni qeyd edək ki, burada yadınızda saxlayın. Görürsünüz ki, diskriminant kökün altında. Diskriminant o zaman sıfırdan böyük bərabər olmalıdır. O zaman diskriminant sıfırdan kiçik olsa, həqiqi kökləri yoxdur deyirik. Diskriminant sıfırdan kiçik olsa, həqiqi kökləri olmur. Tənliyi həll eləməyə ehtiyac yoxdur, diskriminant mənfi çıxırsa. Sonra, diskriminant sıfıra bərabər olsa, 1 və ya 2 bərabər kök olur. Yəni 2 bərabər kök olmaq zaten 1 kök olmaq deməkdir. Sonra, diskriminant artıq sıfırdan böyük olsa, onda 2 müxtəlif kökü olmuş olacaq tənliyimizin. Yəni kvadrat tənliyin 2 müxtəlif kökü olmuş olacaq. Bunları yaddan çıxartmayın. Davam edək. Natavan kvadrat tənliyi anlayışı nədir? Natavan kvadrat tənliyi odur ki, məsələn, kvadrat tənliyində ax kvadratı plus bx plus c formasındadırsa, burada b və yaxud c-lərdən hər hansı biri olmasa, onda onlar deyirlər natavan kvadrat tənliyi. Yəni orada hər hansı bir əmsal çatışmır demək. Buradan biz nə edirik? Əvvəlcə hər iki tənlikdə, birinci məsələn bu tənlikdən başlayaq. Burada vurğular ayırma üsulu ilə 5x-in mötərizənin xaricinə atırıq. Mötərizənin xaricinə atanda burada qalır x çıxılsın 4 bərabər 0-a. Hər vurğu ayrı-ayrılıqda 0-a bərabər edirik. Ondan sonra da həll edirik tənliyi. Burada x bərabərdir 0 böl 5 0 edir. Burada da x bərabərdir 0 plus 4 4 edir. Yəni tənliyimizin kökləri oldu 0 və 4. Kvadrat tənliyinə aid xüsusiyyət suallara baxaq. Məsələn, burada deyək köklərdən biri mənfi 1 olacaq. Nə vaxt m-in hansı qiymətində? Köklərdən biri mənfi 1 nə deməkdir? Yəni tənliyin kökü mənfi 1-dir də, hər hansısa bir kökü. Kök də yəni x-in qiymətidir. Sən gəl burada x-ların yerinə mənfi 1-ləri qoy. Məsələn, yaz 2 vur mənfi 1-in kvadratı, üzərinə gəl 5 vur mənfi 1, üzərinə gəl m çıx 2, bərabərdir 0-a. Burada olur müsbət 1, 2-yə vuranda edir 2 ilə. Burada da çıx 5 edir, üstünə gəl m, çıxılsın 2 oldu. 2-lər gedəcək burada, biri müsbətdir, biri mənfidir. Burada da müsbət m qalacaq, mənfi 5 tullasam tərəfi, burada da müsbət 5 edəcək. Cavab oldu, m bərabərdir 5-ə. Sonra bu suala baxa, deyir, m-in hansı qiymətdə tənliyin 2 bərabər kök var. Bayaq yazdırdım sizə, diskriminant 0-a bərabər olsa 2 bərabər kök olur. Diskriminant necə hesablanır? b-nin kvadratı çıxılsın 4ac düsturuna. b-miz 4-dür, yazacaq 4-ün kvadratı çıxılsın 4 vurulsun. a-mızın yerinə 1, c-mizin də yerinə m çıx 1 yazırıq, həll edirik. Olur 16 minus 4m plus 4 bərabərdir 0. Oldu 20 minus 4m bərabərdir 0-a. 4m bərabərdir 20-yə, m də bərabərdir 5-ə. Cavabımız m bərabərdir 5 olacaq.